Var sözünü gündəlik həyatınızda necə tərcümə edərdiniz? Və harda olar, harda olmasa daha yaxşıdır? Var rus dilinə есть kimi tərcümə olunacaq. Məsəl üçün, məndə var, у меня есть. Səndə var, у тебя есть. Onda var, у него ya da у нее есть. Məndə, bizdə var, у нас есть. Sizdə var, у вас есть. Onlarda var, у них есть. Məsəl üçün, у меня есть ручка. Məndə ручка var. У вас есть время. Sizin vaxtınız varmı? Yəni, siz deyə bilməzsiniz, у меня ручка. Başqa məna daşıyır. У вас время. Heç vəbşi tərcümə olmur, heç yeri yoxdur. Amma və yaxud məsələn, mənim qardaşım var. У меня есть брат. Mənim bacım var. У меня есть сестра. Yəni, yerlər var ki, lazımdır. Yerlər var ki, məsələn, olmasa daha yaxşı olar. Nə? İşiniz asanlaşar. Uşaqlar, gündəlik sizə lazım olan danışıq sözlər ki var. Mağazaya gedirsiniz, evdəsiz, məktəbə gedirsiniz, xəstəxanaya gedirsiniz, salona gedirsiniz və gündəlik lazım olan cümlələrdə əziyyət çəkirsiniz. Bu əziyyətlərə son verin. İkinci kitabımı çıxartmışam. Mütləq şəkildə əldə edin. Hər gün mütəmadi olaraq çalışsanız, gözəl nəticəni artıq ilk həftədən görəcəksiniz. İnanın ki, bir aydan sonra kaş ki çoxdan əldə edərdim deyəcəksiniz. Ona görə nə qədər ki gec deyil, əldə edin. Özünüz də görürsünüz, çox və çox sərfəli qiymətə.